Yalnız mən, bu qədər ailələrdə olur. Bu nədir? Sevginin yox olmasıdır. Sevginin yox olması nədir? Yalançı ibadətlər, yalançı sevgilər, yalançı yollar. Niyə fərqinə varmır bəs insan bunun saxtalaşdığını? Yalnız öz nəfsini sevir. Bir 10-15 dənə o ərəb dilindən sözlər bilirəm. Amma beynimə yazdığı bir dəfə rəhmətli ustadım dedi ki, yar Allah biz o sırat-əl müstəqimə, o doğru yola, o doğru yol yazıldı qaldı. Mən ömrü boyu Fatihə surəsini demişəm, heç bir sözü bilməmişəm. Bir də bilmişəm, sırat-əl müstəqim doğru yol deməkdir. Amma içimdə mən hər dəfə bunu yalandan bunu təkrarləməyimin nə mənası var? Əgər mən demirəm ki, Azərbaycan dilində ibadət edək, onu demirəm. Amma deyirəm, nə inirsən elə, yum gözlərini dinən, ya Rəbbim, bu insanlara dünyanın bütün gözəlliklərini çox görmə. Bax, bu dəqiqə bu dediyim sözü o qədər səmimi dedim. İkinci dəfə etsəm yalançı olacaq. Hər dəfə Fatihə surəsini oxumaq istəyən insana baxın, o hər dəfə istəyir daha yaxşı oxusun. Heç ləzzəti azalmır. Quranın bu möcüzəsidir. Kim üçün azalmır? Kəlamın möcüzəsidir. Kim üçün azalmır? Əslində anlayan üçün azalmır. Çox adamlar namaza gəlir, sonra tərk edir namazı. O namaza gəlməyib, şəkilə gəlib, şəkildən də gedir. Tez bazar 2 dəqiqə namazımı qılım gəlirəm. 2 dəqiqə nə namaz qılacaqsan? Sən Allahla ibadət, Allahla söhbətə gedirsən. Bu necə 2 dəqiqənin içində olar? Biri var namazı qılmaq, biri var namazı qırmaq. Nə zaman Rəbbimiz namazdan bəhs edirsə, orada deyir ki, namazı iqamə edin. Demir namazı qılın. Tək bir yerdə namaz qılmaqla bağlı ayə keçir, orada da Rəbbimiz qınayır insanı. İqamə nədir? İqamə onu, haqqını verin. Yoxsa namaz elə belə bayaq söylənən kimi 2 dəqiqəlik bir ibadət deyil. Biz onu bağışlarsınız 2 qəplik hala gətirdik. Hacı filan kəs danışır, filan kəsin adamları bunu söyür. Bunun adamları onu söyür. Söyüş ha, tənqid yox, söyüş. Gecə saat 3-də filan həzini söyən adam 5 dəqiqədən sonra gedib Allah'ım məsələn. Öykü düşünün, gücünlə məşğul ol. Xoş gördük sizi, Amin verilişin izləyiciləri. Bugün studiyamızda 2 maraqlı qonaqla görüşünüzə gəlmişik və məncə maraqlı bir də mövzu müzakirə edəcəyik sizinlə. Namaz ibadəti haqqında danışacağıq. Verilişimizin qonaqları isə aktyor, rejissor və qiraətçi Kamran Yunis və məşhur ilahiyyatçımız Ağa Hacıbəylidir. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür ederim. Ağa müəllim, sizdən başlayaq. Mövzunun kökünü hər halda siz verə bilərsiniz. Bizə bir çərçivələr cızasınız ki, bu namaz ibadəti ən üzdə olan dində ibadətdir. Hamının birinci gözünə o gəlir. İbadətlər çoxdur, amma birinci gözümüzə bu gəlir. Və bütün dinlərdə də bu var, bu ibadət. Ta qədim dövrdən, qədim Misirdə belə insanlar səhər tezdən və ya gün batanda ibadətlər eləyərdilər və bu namaz ibadətinə oxşar ibadətdir. İndi namaz İslamdakı adıdır. Bu hansı zərurətdən gəlir namaz ibadəti? Nə üçün o mövcuddur? Nə verir insanımıza? Mən də fürsətdən istifadə edib dəyərli izləyicilərimizi Allahın o gözəl salamı ilə salamlamaq istərdim. Əlbəttə ki, 21-ci əsrdə yaşayırıq bu atom əsrində. Tarixin dərinlərindən günümüzə qədər insanlıq karvanı çox böyük mədəniyyətlərdən keçib, günümüzə qədər gəlib çatıb. Amma yenə də bu əsrin insanlarının daxili dünyasında bir boşluq var. Bu səs-küylü, bu texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə yenə də insan yalqızdır. İnsanın mənəvi ehtiyacları var, insanın ruhani ehtiyacları var. Yaradan insanı ali yaradıb, yer üzünə xəlifə olaraq Qurani Kərimdə belə söylüyor. Və insanlar içərisində də Rəbbimiz seçdiyi insanlar var. Nəbilər seçilmişlərdir. Və onlar göy üzünün yükünü daşıyarlar yer üzündə. Ayaqları burada olsa, başları ilə cənnətin qoxusunu alarlar. Bu aldıqları o gözəlliklə cəmiyyətin içərisində onu paylaşarlar. Və bundan dolayı da biz görürük ki,
ibadət ehtiyacı, hissi sadəcə günümüzdə deyil, ta qiyamətə qədər bütün insanlığın daim mənəvi bir qidası, mənəvi bir ehtiyacı olacaq. Çünki hər kəs bir sükunət istəyir, hər kəs bir səkinə istəyir, hər kəs bir huzur istəyir. İnsanlar istəyir ki, sadəcə namazla deyil, əslində digər üsullarla, metodlarla bir ruhu rahatlaşdırsınlar. Amma təbii ki, namazın insana verdiyi, namaz bir məktəbdir. Namazın insana bəxş etdiyi o dəyərləri insan başqa heç bir yerdən ala bilmir. O insana elə gələ bilir ki, o ala bilir. Amma əslində ala bilməməyinin səbəbi namazı tanıya bilməməmiz. Namaz ümumiyyətlə bir farsça bir kəlmədir. Onun əsli Quranda orijinalı salah. 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 Salah sözünün Quran-ı Kərimdə 20-dən artıq mənası var. Hansı ki biz namaza daxil olduğumuz anda o 20 məna vadilərinə üst tuturuq. İnsan orada vicdanını, İnsan orada imanını, insan orada hissiyatını, insan orada ruhunu, insan orada qəlbini, içindəki Kəbəni, ruh şəhərinə dönür, insan öz fitrətinə dönür. Bu dünyanın bu qalmaqallarının içərisində gündə Allah 5 dəfə onu huzura çağırır. Deyir, çıx qulum, birgə görüm, gələ bilirsəm, at bir tərk elə bu dünyanı. Onsuz da insan bu gün olmasa sabah, birisi gün bu dünyanı tərk edəcək. Və insan əslində namaza gəlməklə huzura gəlir, ilahi huzura gəlir. İnsan ruhuyla Allaha sarılır. Yaxşı mənada. Namazın içərisində təkbir var. Təkbir Allah'a böyük olduğunu isbat eləmə. Yəni insan öz bədən şəhərinə bir ultimatum verir. Deyir ki, Allahu Ekber namaza başladığı zaman. Həm də namazın vaxtlarına baxın. Çox fərqli bir zaman intervalının içərisində qurulub. Məsələn, fəcr vaxtı gecənin qutarıb sabahın başladığı bir andır. Məğrib vaxtı günüzün qutarıb gecənin başladığı bir andır. Orada nə olur ki o zamanda? Çox qəribədir ki, bu zamanın içərisində bu zamansızlığı insan aşıb keçir. İnsan zamanla yarışır. Orada pəncərələr mi var ki? Bəli, qapılar var. Əslində o rəhmətin təcəlli anlarıdır. İnsanın dolma anlarıdır. İnsanın günlük həyatına Allah o insanın o elm dağarcığına, beyninə, ruhuna bir qidalar qoymaq istəyir. Və biz gəlirik ki, Allahım, mən gəlmişəm. Payımı almağa gəlmişəm, nəsibimi almağa gəlmişəm. İnsan gündəlik gəlir, nəsibini alır, amma səmimiyyətinə görə alır. Təvazüsünə görə alır. Kibirini tərk eləyir, təvazü ilə gəlir. Çünki namazda insan, baxın, sıfırlanır. Səcdə halına qədər gəlir. Sıfır səviyyəsi. Hə, sıfırlanır. Yəni, biz söhbət gerçək namazdan gedir. Elə belə əyilib qalxmaqdan yox. Biz namazın fəlsəfəsinə, namazın hikmətinə baxanda o dərin qatlarında biz bunu oxuya bilirik, görə bilirik. Hələ də sizə bir şey söyləyeyim ki, Quran-ı Kərimin ilk bilirsiniz, ayəsi oxu ilə başlayıb. Amma Peyğəmbərimiz Aleyhisselatü Vesselam öncədən namaz qılırdı. Quranın bu ayəsi gəlmədən öncə namaz qılırdı. Çünki İbrahimi bir inanca, millətə İbrahim, Quran-ı Kərim belə söylür. Bizim inanc atamızdır Həzrəti İbrahim. Millət sözü əslində bizim indi literaturumuzda, ədəbiyyatımızda fərqli şəkildə işlənir. Ümumiyyətlə, Quranda millət inanc, etiqada sahib olan bir yol mənasında istifadə olunur. Millətə İbrahim, İbrahimin milləti, İbrahimin yolu, İbrahimin etiqadı, Həzrət İbrahimdən söhbət gedir. Bu baxımdan bütün nəbilərin həyat gerçəkliyində namaz var. Amma son nəbi, Nəbilər Sultanı Aleyhisselatü Vesselamın o kainat məktəbinin böyük müəlliminə namaz hədiyyəsi Merac zamanı verilib. O zaman anlatılıb, necə olmalıdır? Bu gündə 5 dəfə qılınan namazın əslində hədiyyəsi Meracda verilib. Bu hicrətdən öncə Aleyhisselatü Vesselamın nəsib olunur və ondan sonra... Bir şey soruşmaq istəyirəm. Başqa peyğəmbərlərin namazları fərqli idimi? Əslində bütün peyğəmbərlərin namazları 2 rükətdən ibarətdir. Bəlkə də son nəbidədir bu 2 rükətli namazların 4 olması. Və görürsünüz, biz səfərə çıxanda namazın ikisini təxirə salırıq. Qəsir deyirlər buna. Əslindən qayıdır. Sevgili Peyğəmbərimizin şəriətində, çünki Peyğəmbərimiz Aleyhisselatü Vesselam həm nəbi, həm rəsuldur. Şəriət sahibidir. Və Tövrat və İncili təsdiq edən bir kitab verilib ona. Bütün səmavi kitablar, əslində bütün nəbilərdəki olan o xarizmatik, eyni zamanda bütün xüsusiyyətlər, fəzilətlərin hamısı onda toplaşıb. Çünki وَمَا ərsəlnəkə illə rəhmətən lil aləmindir.
səni deyir, aləmlərə rəhmət olaraq göndərdik. Yəni sadəcə bir qövmə, bir millətə təkcə bu dünya evinə deyil yəni. Çünki dünyamız kainatda bir zərrə, maşallah, burada bir kainat axını var. Ora baxanda orada bir zərrənin üzərində insan yaşayır. O beşiyin üzərində, insanlıq ailəsi o beşiyin başı üzərindədir. Düz. Biz dönərik, çox maraqlı nöqtələrə gəldiniz, çıxdınız. Kamran müəllim, sizə belə bir sualım var. Sizcə müasir insanın həyatında ki, indi onun həyat tərzi tam dəyişibdir. Gecə gec yatır, saat 2-də falan internetdədir, sosial şəbəkələrdədir. Bu adamın səhər sübh namazına durmaq şansı da yoxdur, yorub özünü artıq. İbadət və yaxud da ki, işləyir, iş rejimindədir. Müasir adamın həyatına ibadət lazımdırmı? İbadətə münasibətiniz necədir sizin? İlk öncə təşəkkür edirəm dəvətə görə. Belə ağır mövzuda, belə dəyərli mövzuda dəyər verib çağırdığınıza görə minnətdaram. Mənim ümumiyyətlə düşüncəmə görə hər bir insan öz gördüyü işin məğzini, kökünü, ruhunu duyub onu eləməlidir. İstəyirsən aktyor ol, istəyirsən rejissor ol, istəyirsən ilahiyyatçı ol, istəyirsən nə olursan ol. Saxta olur əks təqdirdə. Əks təqdirdə saxta olur. 5 gün dalbadal mən şeir desəm, 5-ci yox. 3-cü gün mən başlayacağam boğazdan yuxarı bunu eləməyə. Nə maraqlı. Bu mənim düşüncə tərzimdir. Mən ibadət əhli deyiləm, ibadət eləmirəm. Amma özümü Allah insanı sayıram. Çünki mən ruhaniyəm. Mən bir dəfə dedim, mən aktyor deyiləm. Mən ruhaniyəm. Çünki gördüyüm işlə insanların ruhuna bir enerji ötürüb, onların ruhuna sığal çəkməyi xoşlayıram. Alim Qasımov ruhanidir. Vaqif Mustafazadə ruhanidir. Mən belə anlayıram. İnsanların ruhuna rahatlıq, insanların ruhuna bir sığal çəkən insansa deməli ruhanidir. Mən belə ruhu qidalandırır. Bəli. Mənim İslam'a illər boyu münasibətim fərqli olub. Amma mən bir onu bilirəm ki, bayaq dediyim kimi gecə saat 2-də, 3-də, 4-də biliyorsunuz yatıram. O gecə ilə sabahın qovuşduğu bir məqam var. Bax, gecədir. Amma birazdan səhər asılacaq. Dan yeri sökülmək istəyir. Sabah doğulmaq istəyir. Bax, o məqamlarda daha çox gəlib dururam pəncərəmin qabağında, qarşısında. Böyle baxıram, bilmirəm hara baxıram. Deyirəm, ya Rəbbim, nə vermisənsə sən vermisən. O deyirlər, sən böyüksən, Kamran, səndən yoxdur, sən belə gözəl aktyor. Mən yox, sən mənə bunu vermisən. Bu nəfəs ki, indi mən söz deyirəm sənə. Sənə nəsə bir sevgimi çatdıram, bunu da verənsən sən. Baxıram, bilmirəm hara baxıram, bilmirəm hardasan. Ürəyimdə, gözümdə, canımda, nəfəsimdə, əlimin tərpənişində, hər yerdə, hər şeydəsən. Bax, bütün bunlara görə şükür. Nə olar deyirəm, mənim atamın, anamın o dünyasını cənnət deyilə. Nə olar, bütün dünyanın uşaqlarının üzündə təbəssümü əski eləmə, ürəklərində sevgini əski eləmə. İnsanların ürəyindən bu təkəbbürü sil. İnsanlarda bu egoizmi sil. Bu ki, dünyamız indi sevginin acıdır. İnsanların ürəyinə yenidən sevgi qaytar. İnsanlar sevməyi bacarsınlar. Çünki insanlar sevməyi bacarmırlar artıq. Hamı yalnızca özünü sevir. Hətta axır vaxtlar deyirəm ki, bəlkə o biraz bir insanı silkələsək görərik ki, ata övladını hətta deyəsən təmənnalı sevir. Hamıya aidiyyatı yoxdur ya. Yəni nisbi dünyada yaşayırıq da, mən nisbilik nəzəriyyəsinə söykənib danışıram. Bax, qəribə bir egoizm, qəribə bir mənəmlik, hamı özünü sevir, öz nəfsini sevir, yalnız mən, bu qədər ailələrdə olur. Bu nədir? Sevginin yox olmasıdır. Sevginin yox olması nədir? Yalançı ibadətlər, yalançı sevgilər, yalançı yollar.
Niyə fərqinə varmı bəs insan bunun saxtalaşdığını? Yalnız öz nəfsini sevir. Mən məsələn yalan nə deyim, bir dənə indi əstəğfurullah bir 10-15 dənə o ərəb dilindən sözlər bilirəm. Amma beynimə yazılır. Bir dəfə rəhmətli ustadım dedi ki, "Yar Allah biz o sırat-el müstəqimə, o doğru yola, o doğru yol yazıldı qaldı." Mən ömrü boyu Fatihə surəsini demişəm, heç bir sözü bilməmişəm. Bir dənə bilmişəm sırat-el müstəqim doğru yol deməkdir. Amma içimdə mən hər dəfə bunu yalandan bunu təkrarləməyimin nə mənası var? Əgər mən demirəm ki, Azərbaycan dilində ibadət eləyək, onu demirəm. Amma deyirəm, nə edirsən elə, yum gözlərini dinən, ya Rəbbim, bu insanlara dünyanın bütün gözəlliklərini çox görmə. Bax, bu dəqiqə bu dediyim sözü o qədər səmimi dedim. İkinci dəfə desəm yalançı olacaq. Mən bir sənətçi aktyor kimi, biz ümumiyyətlə kino sənətində belə bir şey var. Peşəkar kino rejissorlar birinci dubli çəkirlər. Çünki səmimi olur. İkinci yalandır. İkinci oyundur. Sizə bir lətifə deyim. Bir İtalyana öyrədirlər dua etməyi ki, bəs sən katoliksən, sən hər gün dua eləməlisən. Nəysə sözlərini öyrənir birinci dəfə və deyir. Növbəti günü axşam gəlib çatanda deyir ditto. Yəni dünən dediyim. Ondan sonra daha təkrar eləmir. Belə bir yaxlaşım da var. Belə müəllim qaldırdığı, Kamran müəllim qaldırdığı sualla bağlı. Fərqindəlik niyə ölür bəzi insanların namazlarında? Bəlkə bu doğrudan da dili bilməməkdən irəli gəlir, yəni və ya təkrardan mı gəlir? Necə eləməliyik ki, bizim namazlarımız ölməsin, bizi də diriltsin? Və yaxud daha səmimi olar. Səmimi olar. Bir xırda bir əhvalat danışım. Bir dəfə teatrdan məşqə giririk. Bir qonağımız gəlmişdi Özbəkistan. Azərbaycanlı idi, bizim Balakəndən idi. Bu birdən durdu dedi, "Mən girirsiniz məşqə?" dedi, "Girirəm." "Tez bazar 2-də namazımı qılım gəlirəm." Dedi, "Mən dedi məşqə girirəm, o mənim ibadətimdir. Mən orada ondan ləzzət alıram. 4 saat, 5 saat, 6 2 dəqiqə nə namaz qılacaqsan? Sən Allahla ibadət, Allahla söhbətə gedirsən. Bu necə 2 dəqiqənin içində olar? Mən bunu tək ondan yox ha, çox adamlardan eşitmişəm. Qədəş gelirsiniz, 2 dəqiqə tez baza bir dənə namaz qılım gəlirəm. Nətər olur o? Əcəba bu namazın səmimiyyəti, bu namazın o ilahi, o birləşmə, ilahi qovuşma məqamı nə qədər həqiqət ola bilər? Maraqlı məsələ. Hocam, eşidirik sizi. Tamam, gözəl əslində mətləblərə toxunursunuz. Əvvəla, ikinci xəlifənin dövründə belə bir hadisə baş verir. Birisi namaza gəlir, çox sürətlə namaz qılır. Xəlifənin gözündən qaçmır. Görür ki, adam namazını çox sürətlə qırdı. Deyir ki, qalx, deyir oğlum, Allahın huzurunda elə namaz qılınmaz. Ədəbi ilə, ərkanı ilə, huzuru ilə, xuşusu ilə. Sonra ikinci dəfə bir də başlayır, namazını əda eləyir. Deyir, yox, tam olmadı. Üçüncü bir də ona namaz qıldırır. Tam aramla, bütün o təkbirindən tutmuş salamına qədər. Sonra soruşur, deyir ki, bax bu oldu, deyir. De görüm indi hansı namaz daha sənin üçün gözəl oldu? Deyir ki, ya əmr-əl-möminin, əgər istəsəniz həqiqətini söyləyeyim ki, birinci qıldığım daha yaxşı idi. Çünki onu Allah üçün qıldım. Sonra ikincini, üçüncünü sənin üçün qıldım. Təbii ki, işlərin içərisində ixlas çox önəmlidir. Mən dəyərli müəllimin sözlərinə qatılıram. İnsanın içdən, ruhdan elədiyi ilə namaz şəkillə yerinə yetirilən bir ibadətdir. Amma şəkil müsəlmanı deyilik. Çünki Quran-ı Kərimdə Rəbbimiz El-Möminin surəsində belə bir ayəni bizə səsləndirir. Deyir, "Qad əfləhəl müminun əlləzinəhum fi salatihim xaşiun." Möhtəşəm bir ayə. Möminlərin vəsflərini orada sıralayır və deyir ki, onlar qurtuluş içərisindədirlər. Ayə belə başlayır. Sonra birinci xüsusiyyət nədən başlayır? Demir, onlar namaz qılarlar. Deyir, əlləzinəhum fi salatihim xaşiun. Onlar namazlarının içərisində xuşu içərisində olanlar. Xuşu qəlbin səcdəsidir. Xuşu qəlbin Rəbbə bağlanmasıdır. O rabitə, o bağ. Çox önəmlidir. Bir insan həqiqətən o bağı qura bilirsə,
içdən Allaha, o könüldən Rəbbə. Çünki Allah bizə şah damarımızdan yaxındır. Müəllim bayaq gözəl bir şeyə toxundu ki, mən fəcrin vaxtında deyir, gəlirəm o. Əslində pəncərənin qarşısına gəlirəm. Və insan gerçəkdən həyata o könlünün pəncərəsindən baxa bilərsə, ruhunun pəncərəsindən bu kainatı seyr edə bilərsə, gerçəkdən Allahın o ekstra lütflərini görəcək. Yağır onun könlünün yamaçlarına, qəlbinin coğrafiyasına. Enən o səkinəni orada görəcək. Bəli, o adam ola bilsin ki, 2 yox, 12 dəqiqə, bəlkə 22 dəqiqə namazda qalsın, hiss eləməsin ki, mən nə qədər qaldım. Amma hər halda bu qaça-qaçla, qova-qovla 2 dəqiqəyə gəlirəm, nə olmayacaq? Biz bu qaça-qaç olan dünyada, indi gəlir sizin sualınıza ki, həqiqətən bir çox dəyərlərimizi adiləşdirmişik. Məsələn, insanın ilk həccə getməsi ilə 5-ci, 6-cı dəfə getməsinin arasında çox fərq var. İnsanın, bir savaşçının ilk dəfə savaş meydanına girib cəngə girməsi ilə onun 4-5 dəfədən sonra o savaşa girməsində başqa bir fərq var. İlk eşqdə unudulmur. Daha unudulmayan çox şeylər var. Deməli, məsələnin daha kritik tərəfi nədir? Baxın, dünyada bir çox şairlərin şeirləri var. Həqiqətən insan o şeirlərin arasında bir maya var, bir ruh var, bir can var. İnsan oxuyur oradan. Amma bir neçə dəfə oxuduqdan sonra artıq görürsən onun ləzzəti gedir. Siz düşünün ki, Fatihə surəsini insan 90 il oxuyur. Qəribə bir şeydir. Hər dəfə Fatihə surəsini oxumaq istəyən insana baxın, o hər dəfə istəyir daha yaxşı oxusun. Heç ləzzəti azalmır. Qəribə bir Quranın bu möcüzəsidir. Kim üçün azalmır? Kəlamın möcüzəsidir. Kim üçün azalmır? Əslində anlayan üçün azalmır. Çox adamlar namaza gəlir, sonra tərk edir namazı. O namaza gəlməyib, şəkilə gəlib, şəkildən də gedib. Bilirsiniz müəllim? Tamamlayın fikrimi. Namaza gəlmək Rəbbin huzuruna gəlməkdir. Huzura gələn, huzurda onu ləzzəti hiss eləyər. Onu başqa nə versən almaz. Həzrət Əleyhisselamın cəng meydanında ayağı yaralanır. Hətta ox girdiyi söylənilir. O günkü gündə, indiki kimi deyildi. Narkoz falanla bəli. Elə cərrahi imkanları da yox idi. Daha sadə üsullardan istifadə edirlər. Qaynaqlar göstərir ki, imam deyir namaza duranda, deyirlər ki, o namaza duranda gedin çıxarın. Bütün varlığını Allaha verir. Baxın, bizim İslamın anlattığı namaz bu. Biri var namazı qılmaq, biri var namazı qırmaq. Quran-ı Kərimin bütün ayələrində namazla bağlı 32 yerdə əmr var. Nə zaman Rəbbimiz namazdan bəhs edirsə, orada deyir ki, Aqimus sala, yuqimunas sala, namazı iqamə edin. Demir namazı qılın. Tək bir yerdə namaz qılmaqla bağlı ayə keçir, orada da Rəbbimiz qınayır insana. İqamə nə demək? İqamə onu, haqqını verin. Yoxsa namaz elə belə bayaq söylənən kimi 2 dəqiqəlik bir ibadət deyil. Biz onu bağışlarsınız 2 qəplik hala gətirdik. Biz özümüzü çox dəyərsizləşdirdik. Meracdan gəlmiş hədiyəni meraca görə alaq. Namazın ruhuna görə qılsaq bizi çox yüksək zirvələrə qaldıracaq. Bu da böyük bir ustalıq tələb edir, deyilmi? Suallarım var, yəni münasibətim var, fərqli baxışım var. Birdən-birə belə bir ki, rakursu dəyişdim. Quran-ı Kərim bizə yol göstərən kitabdır. Bunu inkar eləyə bilmərik. Quran-ı Kərim yer üzünün ən sirli, sehirli, ən mükəmməl poeziya əsəridir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Başdan ayağa şeirdir. Başdan ayağa möcüzədir. Biz bunu inkar eləmirik. Bizim ixtiyarımız çatmır onu analiz eləyək. Bizim o yolda gedən insanların dünyaya münasibəti məni qane eləmir. Mən bu yaxınlarda TikTokda bir video çəkdim, paylaşdım. Dedim, vallahi mənə çatmır. Bu bir, tutaq ki, Hacı filankəs danışır, filankəsin adamları bunu söyür. Bunun adamları onu söyür. Söyüş ha, tənqid yox, söyüş. Və
Söyən 1-2 nəfər deyil. Onlarla, yüzlərlə insandır. TikToku bilirik. Tamaşaçı kütləsi çoxdur. Və məni hər dəfə düşündürən budur ki, bax gecə saat 3-də filan həzini söyən adam 5 dəqiqədən sonra gedib Allahümme səhvə. Öykü düşünün, gücünlə məşğul. 3 dəqiqə bax sən bir qəlb sındırdın. Bir könül sındırdın. Bir qəlbə incitdin. Fərq eləmir. Ya biz Allah, bir dəqiqə deyəm. Allah yolcu elə durub tərcüməsi sorsam heç bilməyəsən orada nə yazılıb. Çoxsu bilmir. Gəl bunu təsdiq edir. Çoxsu bilmir. Kör-körana gedirlər. Öz sənətimlə qiyaslayayım. Azərbaycanda bu deyil, 100-dən çox bədii qiraətçi var. Bilməzə, anlamazə, bilməzə. Elə. Səs oynadırlar. O qədər oturub o mövzələrdə yalandan heç nədən bilmədən belə yerində laxlayan var ki, yaxşı bunlar bilmir. Bunlar cahildir. Bunların başında duran niyə demir ki, ay qardaş, məni söyürlər, qoy söysün də, bəlasını Allahdan bulacaq. Mən karvanam. Hürən çox olacaq, mən hamısına cavab vermərəm ki. Biz əqidəmizi qoruyaq, saxlayaq. Çünki biz Allah yolunun, Allahın nuruna gedən insanlarıq. Allahın nuruna gedən, əcəba Peyğəmbərimizə bir söz deyəndə Peyğəmbərimiz hər şeyi qoyub, sizin filanınız filan deyirdi mi? Demirdi axı. Mən İslamı analiz edib, biz ibadətdən danışırıq. İbadət bizim bir dinə olan münasibətimizdir. Bax, mənə bu çatmır. Mənə İslam çatır. İslam'a gedən yol çatır. İslam çox böyükdür ki, İslam'a gedənləri cılız görürəm qarşısında. Və bu dəqiqə külək qayadan heç nə aparmayacaq. Külək qaya qayalığında qalacaq. Allah Allahlığında qalacaq. Mən deyirəm, məsələn, bax, bayaq danışdım bu əhvalatı, mən ibadət əhli deyiləm. Bununla qürur duymuram, ha. Amma getdiyim yolla qürur duyuram. Mən ömrü boyu 2020-ci ildə, 20-ci ilin axırında mən atamı, anamı bir həftənin içində itirdim. Hər də bunu deyirəm. Çünki mənim üçün dönüş, ölənlərimizin, mənim üçün dönüş nöqtəsi idi. O gündən bu yana məndə dünya tamam başqa dəyişdi. Sizin o ana haqqında, ananın sevgi haqqında dediyiniz o, yəni mən onu illərlə, mən özümü kasıb belə, kasad adam bilmirəm. Təkəbbürlü səsləndir, üzr istəyirəm bəlkə də, amma mən özümü dayaz adam bilmirəm. Mən çünki ruhumun dərinliklərində hər gün özümü analiz edən adamam. Bunu belə eləmə, belə elə, belə eləmə, belə elə. Bir adamın xətrinə dəyəndə, sonra 5 gündən sonra gəlib deyirəm, qurban sənə bağışda. Olarsın, bəlkə məndə səhv var, bəlkə səndə səhv var. Falan, mən belə insanam. Mən bir insana qışqıranda keçib otağımda ağlayan adamam. Bu dəqiqədə 51 yaşım olacaq. Mən belə adamam. Niyə? Çünki mən bilirəm ki, Allah buyurur ki, qəlb qırma. Qəlb qırmaq olmaz. Oturub fikirləşirdim, deyirdim, ay Allah, mənim atam ömrü bu hamıya yaxşılıq elədi, bunu elədi, bunu elədi. Atamı tərifləmək mənası da yox, ha, günahlarını da bilirəm. Günahlarını da bilirəm, falan da bilirəm bunları. Onu deyirəm, doğrudan mı əcəba mənim atam ömrü boyu ibadət eləmədi? Nə olsun, Molla Yunus kişinin oğlu idi. Molla Yunus kişi ibadət əhli idi. Balakən rayonunda salib seçilən bir molla idi. Bütün kəndin hamı tanıyırdı Molla Yunus kişini. İndi mənim atam yəni cəhənnəmə getdi. Namaz qılmıyor. Bax, ömrü boyu əldən tutub. Yaxşılıq eləyib. Aydın mənim uşağımın dili tutuldu. Logoped defektoloq idi. Uşağın dilini açırdı. 1000 manatı qoyurdular. 950 manatı itəlirdi, 50 manatı götürdü. Mənə bu da bəsdir. Axı belə adam nətər cəhənnəmə gedə bilər, namaz qılmayıb, oruç tutmayıbsa əgər. Mənə çatmırdı. Və günlərin bir gündə bir türk alimin dilindən bu əhvalatı eşitdim. Deyir, bayaq dedim, bu tamaşaçılar da indi eşitsinlər.
Deyir ki, bir qoza kişi, ahıl bir qoza kişi deyir, ya Peyğəmbər yaxınlaşır, deyir, sizin adamlar namaz qılırlar, deyir, hə. Deyir, mən də istəyirəm onu eləyəm, deyir, elə də. Deyir ki, sözlər yadımda qalmır axı. Deyir, ən balaca deyir, surə deyir, Fatihə surəsidir. 7-8 cümlədə orada nə var? Deyir, qalmır bala, valla qalmır yadımda. Deyir, ağsaqqal, bəs Allaha belə səcdön, xoş sözlərin var, deyir, o qədər. Deyir, elə onları deyir, öz sözləridir. Deyir, olar, deyir, niyə olmur ki? İbadətdir də. Deyir, oğlum, bəs mənim özümdə arzularım var. Deyir, onu da deyir, o da ibadətdir. Allahdan istədiyin istəklərindir. Övladların üçün, sevdiklərin üçün, əzizlərin üçün. Və kişi həmin gündən sonra başlayır ibadət eləməyə. Öz ruh, öz sözləri ilə, yalançı əzbərlədiyi sözlərlə yox. Mən demirəm, hamı belə eləsin. Amma mənim üçün ibadət sevgidir, dəyərdir, qiymətdir. Bu insan mənə zəng elədi, mənə xoş oldu. Mən elə bildim, bir dənə ibadət o elədi. Axı bir insanı sevindirmək Quran-ı Kərimdə varsa ki, insanları sevindirin. Hansımız hansısa bir gündə getdiyi bir qazi qapısını döydük ki, sən oğlum bizim üçün da sən nələr eləyib. Hansımız bir şəhidin qapısını döydük ki, sən oğlum bizim alnımızdan o filan kəlməni silib. O qapını döyməyimiz ibadətdir. O şəhidin yanında, qazinin yanında oturub onun bir dizinə əlimizi qoymağımız ibadətdir. Mən belə dərk edirəm. Çünki Allah bizdən dünyanı sevməyimizi istəyir. Mən belə dərk edirəm. Ağa müəllim, Kamran müəllim çox məsələlər qaldırdı. Həqiqətən çox bəyəndim o mənada ki, cəmiyyətin son 15-20 ildə səsləndirdiyinin hamısının bir kvintessensiyasını verdi sanki. Sizin fikrinizi almaq istəyirəm bu ilə bağlı. Təbii, əvvəla onu qeyd eləyək ki, ibadət Allahın haqqıdır. Hər kəs öz haqqını almaq istər, Allah da öz haqqını almaq istər. Qul nə qədər bəhanələr dünyasında özünü qorumağa, mühafizə eləməyə çalışsa belə, o bu məsələdə ciddiyyətini, məsuliyyətini ortaya qoymalıdır. Çünki yüsəbbihu lillahi mə fi səmavati və mə fil ard deyir. Yerdə və göydə olan elə bir şey yoxdur ki, Allaha təsbih eləməsin. İnsanın fiziki olaraq vücudunda 79 əza var. Bizim içimizdə 37 trilyon hüceyrə. Hər hüceyrə bir fabrika kimi Allahın iradəsi ilə çalışır, gecə-gündüz olaraq. Biz istəsək də, istəməsək də daxili dünyamızda Allah bir mükəmməl bir sistem qurub. İki, bizim kainatla bir bağlılığımız var. Ancaq namaz ibadəti bu elə bir ibadətdir ki, bunun özünün zamanı, vaxtı, forması var. Bu hansısa bir alimin, hansısa bir müştehidin, hansısa bir filosofun cızdığı rəsmə görə deyil. Üzr istəyirəm, əlavə edeyim. Məsələn, son zamanlar Türkiyədə də bu səslənir. Bu səlah sözünün başqa mənaları da var deyə bu məsələnin də çox yeni interpretasiyaları. Yəni ki, namaz təkcə bu deyilmi? Baxın, mən sizə belə yaxşı bir qapı açdınız. Son günlər bizim də ölkəmizdə bəzən hədislərə, bəzən məzhəblərə, bəzən təriqət böyüklərinə bir qəribə hücum başlayıb. Əlinə alıb kimsə bir qəribə bir baltanı, öncə hədislərin saxtakarlığını, hədislərin nüfuzunu aşağı endirmək üçün bir hücuma keçirib. Bir də görürsən ki, bu hücum seyin üzərində, məzhəblərimizin üzərindən başlanıb, təriqət böyüklərinin üzərindən başlanıb və mənfi ünsürlər göstərilə hədəf İslamı vurur. Və son İslam qalası, Quran-ı Kərim, adamın özünə baxırsan, müəllim bayaq söylədiyi kimi bir Quran bilgisi yoxdur adamın. Və Quranın ruhuna vaqif deyil insan. Və ayələrin yorumuna, təvilinə baxırsan, çox cılız yanaşmalar var. Və əqli yönlərlə hadisələri, mənə bu gələn, bu mənə elə gəlir ki, bu belədir. Rasional olaraq. Təsəvvür eləyin ki, Quran-ı Kərim əqlə xitab edir, bəli, əqlə xitab edir. Quran ruha xitab edir, bəli, Quran xitab edir. Quran insanın vicdanına, bəli. İslam dininin yəni, təməl kitabı Quran-ı Kərim. Bu kitabın insandan istədiyi ayələrin içərisindəki ibadət üsulları var. Məsələn, zəkat bir ibadətdir.
Bir insan desin ki, yox, mən zəkatı belə anlayıram ki, mən zəkatı belə yox başqa. Təbii ki, zəkat, elmin də zəkatı var. İrfanın zəkatı var, amma onun bir fiziki forması da var. İnsan deyə bilməz ki, qurban kəsirəm, yox, mən qurbanın əvəzinə başqa kəsdiyim bir şey olsun. Doğrudur, qurbanın ruhunda, dərin fəlsəfəsində Həzrəti İbrahimə xitab olunanda Həzrəti İbrahimin yanındakı İsmaili Allah öldürməsini, kəsməsini istəmirdi. İçindəki İsmaili kəs deyirdi. Qurbanın fəlsəfəsində lən yənəlallaha luhuməhə və lə diməvə və ləkin yənəlu ət-taqva minkum deyir. Yəni deyir ki, kəsdiyiniz qurbanın nə əti, nə qanı Allaha çatmaz. İçinizdəki təqva da ona çatan. Eyni təqvanı siz oruç tutan bir insanın da əslində dərinliyində görəcəksiniz. Orada bir təqva məktəbi açılıb. Deməli, ibadətlər hədəf deyil. Hədəf insanın əxlaqlı olmasıdır. Allah Teala bizi bu ibadətlərin içərisinə ona görə yerləşdirir ki, biz insanlığımızı qoruyaq. Əslində, İslam binasının təməl daşı əxlaqlı insanların əli ilə inşa edilir. Sonda gəlirik bir insana, bayaq müəllim söylədiyi kimi, Həzrəti Muhammed Mustafa bir gün Kəbənin qarşısında durur, ey Kəbə deyir, səni söküb, töküb təzdən yığardım. Amma bir müminin könlünə, bir insanın könlünə toxunaramsa, onun kərpişlərini Allah öz qüdrət əli ilə qurub, onu yığa bilmərəm. Bəli, İslam dini insana bu qədər dəyər verir. Eyni zamanda İslam dini insanı insanlığın zirvəsinə yelkən açmasını istəyir. Evet. Bunun da təbii ki, prinsipləri var. Biz bu dəyərləri bir tərəfə qoyub, özümüz öz yönümüzlə gələ bilərik, səmiyyətimizlə, Allahım gəlmişəm, Allah kimsəni qonmayacaq. Necə ki, o namaz qılan adam şəkli ilə Allahın qarşısında qalır, ağlı başqa yerdə, düşüncəsi başqa yerdə, Rəbbimiz onu da qonmur. Və bu dünyada da biz gəzirik, axtarırıq. İnsan ömrü boyu həqiqəti axtarır. Ömrünü həsr edib, hər kəs axtarır, araşdırma içərisindədir. Hər kəs öz olduğu səviyyə görə araşdırır, axtarır. Amma İslam dini insanın əlindən tutub deyir ki, əziz insan, sən nə qədər məni daşırsan, o qədər insansan. Mən istərdim bu nöqtədə də verilişimizə son qoyaq. Çox üzr istəyirəm Kamran bəy. Sizdən də taymingimiz bu qədərdir bizim. Məncə çox ləzzətli söhbət. Amma mövzuya tam girə bilmədik. Hə, girəmədik. Amma bu toxunuşlar da önəmlidir. Və həm Kamran bəy, həm siz çox önəmli yerlərini çox belə tutumlu olaraq, həcmli olaraq göstərə bildiniz. Buna görə sizin ikinizə də təşəkkür edirəm. Namaz həqiqətən bizim ibadətlərimizin ən əsasıdır. Bizim müqəddəs həyəcanımızı böyütdüyümüz, çiçəkləndirdiyimiz və öz həqiqətən fabrik ayarlarımıza döndüyümüz məqamlardır. Əgər biz o başlanğıcımıza, özümüzə, Allahımıza dönməriksə, bizim yolumuz azar. Bir kompası hər dəfə, hər axşam, hər səhər gəmiçilər yoxlamalıdırlar ki, o yanına dəmir-dümür qoymayıblar ki, azmayıb ki, başqa yerə aparmayıb ki və o Fatihə surəsinin ayələri ilə biz hər dəfə istiqamətimizi belirləyirik ki, Allahım sənə doğru gedirik. Son olaraq bircə cümlə deyəcəm. Çünki doğrudan mənim heç kimə buradan ismarız göndərməyə haqqım çatmır. Amma bir sənətçi kimi, bir insan kimi, saçım saqqal ağaran adam kimi deyirəm ki, Allahın bizdən istədiyi bu dünyanı, bu dünyada var olan bütün canlıları sevməkdir. Sevin bir-birinizi. Sevin bir-birinizi. Yalnız sevgi ilə Allaha qovuşmaq olar, mümkündür. Başqa cür inandırım sizi çox çətindir. Bir körpənin göz yaşını axıtmayın. Bir insan ürəyinə toxunmayın, sizdiniz Kəbə evini. Sevgidən başqamız yalandır. Allahı sevərək yaxınlaşın. Amma yalansız sevgi yox. İslamın dini ilahi sevgi ilə. Ondan başqamız yalan. Əlhəmdülillah. Əlhəmdülillah. Sağ olun. Var olaq.